Ben artıq ölürəm, ay kişi balası, ay kişi qızı, qadan alım, bacım, anam. Mən ölürəm. Bax, bu mənim ürəyimlə əməliyyat olduğumdur. Bazarda mən meyvə satanda xəstələnməmişəm ki. Bu mənim gözümdən çıxan, gözümlə əməliyyat olduğumdur. Barometrin qaynar xəttinə bu dəfə Səbail rayonu Hüseynbala Əliyev mənzili 2-də yaşayan Səlimov xanoğlan tərəfindən şikayət daxil olub. O bildirir ki, onu və həyat yoldaşını Bibeybət Gəmi Təmir Zavoduna qanunsuz şəkildə işdən azad ediblər. Mən mənzil növbəsində onunla məni mənzillə təmin oluna bilmirəm bu günə qədər. 95-ci ildən sığınacaqda yaşayıram, sığınacaqda. Anlaya bilmirəm, nə vaxta qədər sığınacaqda yaşayıram. Bizə mənzil verilməlidir Qapalı Səhmdar Cəmiyyətindən, Rauf Əliyev tərəfindən. 855-ci növbə. Bu mənzil növbəsi qutarmırmı? Mənim iddia qaldırmamın məsələsi budur. 28-ci 8-ci ay 2025 tarixdə yazdığım ərizə ilə bağlı iddia qaldırıram. Artıq tezə xahiş edirəm mən cənab prezidentimizdən, baş nazirdən 2013-cü ildən mən cənab prezidentimizə yazıram ki, mənim mənzil məsələm həll olsun. Vətəndaşın illərdir həll olunmayan mənzil növbəsi ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Bildirildi ki, Xanoğlan Səlimovun müraciətləri araşdırılıb və qanunvericiliyə uyğun cavablandırılıb. Qeyd edək ki, onunla bağlanmış əmək müqaviləsinə 2024-cü ildə Əmək Məcəlləsinə əsasən xitam verilib. Mənzil növbəsi ilə bağlı müraciətinə gəldikdə isə bu, ASKO'nun könüllü sosial layihələri çərçivəsində həyata keçirilir. Səlimov növbəyə qəbul olunub. Növbəti layihələr zamanı sənədlərindən baxılacaq. Mən ürəyimdən əməliyyat olmuşam. Mənim əlimdə sübutlar var, fakt var. Ben artıq ölürəm, ay kişi balası, ay kişi qızı, qadan alım, bacım, anam. Mən ölürəm. Bax, bu mənim ürəyimlə əməliyyat olduğumdur. Bu da möhürü. Notarsa da təsdiqlətib göndərmişəm. Özünüz öz istəyinizlə işdən çıxmısınız ya gəmi qayırmısınız? Xeyr, onlar qeyd edir ki, siz işə gəlməmsiniz, o haqda bir sənəd gətirin. Axı mən 20'si 2027-ci ay, 2023'də yazmışam ki, cənab prezidentimizdən tutmuş Rauf Əliyevə, Gəmi Təmir Zavodu rəhbərdəki, məni işdən azad edir xəstəliklərlə bağlı. Mən müəssisə tərəfindən pensiya getməliyəm. Müəssisə tərəfindən. Çünki mən bazarda mən meyvə satanda xəstələnməmişəm ki. Mənə pensiya, mənə forma 88 verməlisən. Mən zədə almışam. Bu mənim gözümdən çıxan, gözümlə əməliyyat olduğumdur. Başqa xəstəliklərim var. Mən onu demirəm. Budur. Notarsa da təsdiqləmişəm. Budur. Qardaşım, belimdən zədə almışam, başına dönüm. Belimdə qrija var, boynumda qrija var. Mən işləyə bilmirəm. Ona görə də bu nöqteyi nəzərdən mən ərizə verdim. Əlilliyin qiymətləndirilməsi məsələsi ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Bildirildi ki, Səlimov Xanoğlan Səlimoğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən heç bir forma 88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Xanoğlan Səlimovla bağlı forma 88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər. Özür istəyirəm, 17 il staj, 82-ci ildən hesablayın da, siz hesablayın. Mən nə qədər göndərəcəm sizə sənəd? Hər dəfə sənəd mən bu sənədlərə maşın alardım. Vətəndaşın 1982-ci ildən əmək fəaliyyətinə başlamasına baxmayaraq, əmək stajının cəmi 17 il 8 ay olaraq göstərilməsi məsələsi sözün əsl mənasında müəmmaya çevrilib. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyində sorğu ünvanladıqda bizi Dövlət Sosial Müdafiə Fonduna yönləndirdilər. Fond isə cavabdeh qurum kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərdi. Agentlikdən isə bildirildi ki, bu məsələyə Dövlət Sosial Müdafiə Fondu baxmalıdır. Ortada isə belə bir mənzərə yaranır. Əgər biz jurnalist olaraq bu sualın cavabını tapa bilmiriksə, vətəndaşın bu qurumlara yaxın düşməsi demək olar ki, mümkünsüzdür.